Sənə kim paxıllıq edir? Gəl buna baxaq. Varmı sənə paxıllıq eləyən? Çünki bəzən insanın yolu açılmağa başlayanda ona olan hər baxış təmiz olmur. Gəl baxaq enerjində kimin gözü var və nəzərinizə çatdırım ki, bu açılım qorxutmaq üçün deyil. Ayıltmaq üçündür, yəni. Kim sənin enerjini izləyir, özünü kimdən qorumalısan. Gəl baxaq. Sənin enerjinə kimlər diqqət edirlər? Gəl birinci buna baxaq. Sənin enerjinə kimlər diqqət edir? Gəl bir də baxaq, bu insanla hazırda əlaqən varmı? Və bu insanın niyyəti nədir? Birinci buna baxaq. Sənin enerjinə kimlər diqqət edirlər? Sənin enerjinə keçmək üçün fərqli niyyətli insanlar var. Bax, bəziləri var ki, səndən ilham alırlar. Sənin həyat tərzindən, səndən. Kənardan izləyənlər daha çoxdur. Belə deyim də, bəziləri əlaqəni kəsdiyin insanlar çoxdur. Yəni, bəziləri də var ki, sənə doğru hərəkətə keçmək üçün izləyirlər. Bu hərəkət yaxşı da ola bilər, pis də ola bilər. Amma sənin umurunda deyil. Mən görürəm ki, sən ümumiyyətlə yəni heç diqqət də eləmirsən, yəni fikir də vermirsən, bəlkə də səni izləyənləri görmürsən də. Amma gizli şəkildə səni kontrolda saxlayan insanlar da var. Səni, enerjini, həyat tərzini, belə deyim, səni güclü biri olaraq görürlər. Amma bu gücün bəzilərinin üçün rəğbət məsələsidir, bəziləri üçün də paxıllıq məsələsidir. Gəl baxaq, belə deyim də, burada bir neçə insan çıxdı. Gəl belə baxaq, konkret səni izləyən, konkret davamlı şəkildə səni izləyən biri varmı? Gəl bunları yaxşıdıraq yenə də. Konkret izləyən, çünki burada fərqli niyyətlər çıxdı. Səni konkret, yəni davamlı şəkildə ardıcıl, hər kəsdən çox izləyən kimdir? Gəl baxaq. Konkret şəkildə, davamlı şəkildə varmı səni izləyən bir insan? Bəli, əlaqəni kəsliyin, amma səninlə bir vasitə, səndən xəbəri olan, o da tam dəqiq deyil də uzaqdan ola bilsin, açıq sosial şəbəkən mi var, ola bilsin iş səhifən mi var. Yəni, ola bilsin sənin sosial şəbəkən işinlə əlaqədar bir səhifən var və yaxud da ki, ortaq danışların var. Hər nədirsə, yəni, haradasa bir məlumat alır, amma tam məlumat deyil, amma izləməyə çalışan biri var. Gəl baxaq, kimdir bu? Səni davamlı şəkildə, ardıcıl şəkildə hər addımını izləmək istəyən, hər şeyindən xəbərdar olmaq istəyən konkret bir insan kimdir? Burada bir kişi xeylağıdır. Konkret olaraq kişi xeylağı çıxır. Yəni, ola bilsin, yenə də sənin işinlə əlaqədar olaraq biri səni izləyə bilər, iş sahəndən əlaqədar. Və yaxud da ki, burada ailə durumundan ola bilər, və yaxud da ki, bu insanla keçmiş bir ilişkin olmuş ola bilər. Hər nədirsə, gəl baxaq, bu insan kimdir? Bu insanla hazırda əlaqən varmı? Bu insanla, səni izləyən bu insanla sənin əlaqən varmı ümumiyyətlə? Səni izləyən bu insanla sən tanıyırsanmı? Əlaqən varmı? Olmuş bitmiş bir ilişkidir. Bir kişi xeylağı var. Burada bunu izləyən qadındırsa, bu keçmiş ilişki ola bilər. Bunu izləyən kişidirsə, ya dostluq əlaqəniz olub, ya hansısa iş partnyorluğunuz və yaxud da ki, rəqib bir konkurent ola bilər bu insan sənə. Bax, belə bir şey çıxır. Belə bir insan ola bilər. Gəl baxaq, bu insanla nə cür əlaqən olub, belə daha da aydınlaşdıraq. Bu insanla nə cür əlaqən olubdur sənin, nə cür əlaqən olubdur? Baxın, yenə də bunu izləyən kişidirsə, bunu izləyən insanla konkret olaraq hansısa bir işlə əlaqədar yenə də ya partnyorluqdur, ya rəqiblikdir, ya bitmiş bir dostluq, belə enerjisi. Bunu izləyən qadındırsa, belə deyim, bu ilişkini qadın kəsibdir. Amma burada yəni kollektiv açılım olduğu üçün, bax, burada bəzilərinizdə ilişki olubdur, bitibdir. Hətta bəzilərinizdə əgər keçmiş evlilik olub, bitmiş ola bilər, ya da stabil bir münasibət olub, bitirdiyiniz bir ola bilər. Amma burada iş əlaqəsi də var da, işinizlə əlaqədar ola bilsin, o insan sizə müraciət eləyib, rəqibdir, kəsmisiniz əlaqəni, yenə də belə bir şey çıxır. Okey, bunu artıq kollektiv açılım olduğu üçün daha dəqiq məlumat şəxsi baxımda olacaq. İndi bizə maraqlıdır, bu insanın niyyəti nədir? Yaxşı, gəl buna baxaq. Çünki davamlı şəkildə izləyir.
Bu insanın niyyəti nədir? Bu insanın niyyəti nədir? Yəni burada paxıllıq üçün baxırdıq əslində mövzu, amma da yenə də baxaq. Bu insanın niyyəti nədir səni izləməkdə? Bu insanın səni izləməkdə niyyəti nədir? Bu insanın səni izləməkdə niyyəti nədir? Bu insan səni izləyib, sənin çox uğurlu olduğunu görür, sənin çox yüksəkdə olduğunu düşünür, sənin işinlə əlaqədar, maddi durumunla əlaqədar, belə deyim də sənin yüksəkdə olduğunu görür. Elə bil ki, sən də yerində duran insan deyilsən. Tutaq ki, keçən il belə deyim də, bu il keçən ildən 2 addım öndəsən, gələn il bu ildən 2 addım öndə olacaqsan. Hər zaman dəyişirsən və daha da yüksəlirsən. Bu insan baxır və belə deyim, həm paxıllıq eləyir, maddi durumun maraqlıdır ona və yaxud da ki, iş durumun maraqlıdır ona. Həm də ki, kontakta keçmək istəyir, amma bilir ki, sən heç bir şəkildə kontakt saxlamayacaqsan. Çünki bəzilərinizdə hətta o insanı sən bloka at. Çünki konkret əlaqəni kəsməyən, yəni bu insan bilir ki, mənim onunla təkrardan kontakt qurmaq şansım yoxdur. Sadəcə kaş ki olardı. Gəl yenə də baxaq. Bu enerji hansı sahənə yönəlibdir, yenə də soruşaq, amma baxıram ki, iş sahənə yaxşı. Bu paxıllıq sənin hansı sahənə yönəlibdir? Sənin həyatında hansı sahəyə yönəlibdir paxıllıq? O, hər sahəyə yönəlibdir. Burada mən nə deyim? Burada münasibət var, ilişki var. Həyatında kiminsə olduğunu, dəstək olduğunu düşünürlər və yaxud da ki, işinlə əlaqədar yüksəlişdə olduğunu düşünürlər, çox dəyişdiyini düşünürlər. Yəni, bu adam saymaz uje, bizi saymaz uje, mənə baxmaz uje, nə bilim, vaxt var idi mənimlə, belə günlər olub, indi mənə baxmaz uje. Belə, əgər bu ilişki ilə əlaqədardırsa, işlə əlaqədardırsa, yenə də yəni paxıllıq eləyir ki, bu necə də yol tapır bu yüksəlişə, bu necə də belə bir yerə yol tapır. Bunu izləyənlər kişidirsə. Okey. Bu enerji sənə necə təsir eləyir? Oy, vaxtımız azdır ki, nə qədər danışıram mən. Bu enerji sənə necə təsir eləyir? Ümumiyyətlə, bu enerjinin, paxıllıq enerjisinin sənə təsiri varmı? Bu paxıllıq enerjisinin sənə heç bir təsiri yoxdur. Çünki sən zaşitadasan, qorumadasan. Sadəcə özü üçün baxır, özü üçün fikirləşir, köks ötürür, ah çəkir, paxıllıq eləyir, nə bilim, xislətdən partlayır. Sadəcə budur, paxıllıqdan partlayır. Sənə elə bir negativ enerjisi yoxdur. Yenə də negativ təsirlərdən ümumiyyətlə ya bu, ya da başqa cür kimlərinsə negativ enerjilərindən, belə deyim də, özünü necə qorumalısan, yəni paxıllıq enerjisindən özünü necə qorumalısan. Zaten sən özünü qorumağı bacarırsan. Burada belə bir şey yoxdur. Çox az insanla paylaşırsan, demək olar ki, və daimi olaraq qoruma enerjisindəsən. Sənə heç məsləhət görməyə ehtiyac yoxdur. Özü bilirsən necə qorumaq lazımdır. Çünki enerji güc səndədir, qalib enerjisi var səndə. Okey, gəl baxaq, sən kimə sirrini deməməlisən? Gəl buna da baxaq. Bəs kimə sirrini deməməlisən? Sirrini deməməli olduğun bir insan varmı? Kimə sirrini deməməlisən? Zaten sən demirsən burada. Mən görürəm ki, burada ilişkinlə əlaqədar, daha çox sən ilişkini gizlədirsən, əgər münasibətin varsa və iş durumunu. Zaten çox şey demirsən sən. Görürəm burada. Yenə də kimə deməməlisən, kimə sirrini deməməlisən. Gəl baxaq, sirrini deməyəcəyin bir insan varmı hazırda ətrafında? Yox, əlaqəni kəsmirsən o insanlarla. Sən bilirsən kimə sirrini demək lazımdır, kimə yox və negativ hiss etdiyin insanlarla əlaqəni kəsmirsən. Sən bura məsləhətə gəlməmisən. Sən prosta sadəcə bu yaxşı sözləri eşidib eqonu tətmin eləməyə gəlmisən ki, mən doğru yoldayam. Okey. Yenə də baxaq. Gəl belə bir, burada elə bir şey yoxdur. Son olaraq hansı davranış səni gücləndirəcək deyə baxaq. Yenə də hansı davranış? Zaten sən hiss edirsən yalançı insanları, insanların səni manipulyasiya eləməyinə icazə vermə, özünü yazıqlandıran insanlara icazə vermə səni manipulyasiya eləsinlər. Bu qədər, yəni belə. Və özünü enerjini qorumaq üçün belə bir dua da məsləhət görürəm daima. Fələq Nas surələrini 3 dəfə oxu və niyyət elə ki, mənim yolum, ruzim, gözəlliyim, qəlbim, gücüm ilahi qoruma altındadır. Və afirmasiya da deyə bilərsən, mənim enerjim qorunur, mən yalnız xeyirli baxışları və təmiz niyyətləri qəbul edirəm. Bu qədər. Aldım, qəbul edim, yaz. Ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.